أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا. هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما. تحيتهم يوم يلقونه سلام وأعد لهم أجرا كريما. يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا. وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا. ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله وكفى بالله وكيلا. صدق الله العظيم. Çox dəyərli Minbər TV izləyənlər, uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişi ilə sizin qonağınızıq. Bugün hər dəfə olduğu kimi olduqca aktual bir mövzu ilə gəlmişik. Ramazanda başlayan yeni vərdişlər və ibadətin davamlılığı haqqında danışmağa çalışacağıq inşallah.
Ramazan söhbətlərimizin bugünkü qonağı çox dəyərli ilahiyyatçımız Fuad Quliyevdir. Fuad müəllim, xoş gəlmisiniz. Təşəkkür edirik Araz müəllim. Çox sağ olun. Siz necəsiniz? Allah razı olsun. Həm də olsun, biz də yaxşıyıq. Sizi gördük daha yaxşı oldu. Çox sağ olun. Bizim üçün də çox xoş oldu. Allah razı olsun. Fuad müəllim, Peyğəmbər Əfəndimizin bir hədis-i şərifi var ki, 2 günü eyni olan ziyandadır. Məhz bu hədis-i şərifi göz önündə tutaraq bu Ramazandan necə istifadə eləyə bilərik? Araz müəllim, hər şeydən əvvəl mən də sizə öz təşəkkürümü bildirirəm. Sizə və komandanıza, Minbər TV komandasına təşəkkür edirəm bu programa bizi dəvət etdiyinizə görə. Qeyd edim ki, Minbər TV həqiqətən çox geniş bir izləyici kütləsi olan bir platformdur, yəni platformudur. Və uğurla fəaliyyətinizi davam etdirdiyinizi görürük, müşahidə edirik və bu da bizi sevindirir. Gözəl, faydalı işlər görürsünüz, təbrik edirik. İkinci mərhələdə mən xalqımızı, millətimizi, müsəlman qardaş və bacılarımızı Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirik. Rəbbim bu ayı inşallah haqqı ilə istifadə edənlərdən bizləri eyləsin. Bizlərə gözəl günlər qismət eləsin. Xalqımızı, millətimizi, dövlətimizi hifz eyləsin, qorusun. İnşallah bu Ramazan ayını da gözəl şəkildə əda edənlərdən eyləsin bizi. Qeyd etdiyiniz kimi hədis-i şərif son dərəcə önəmli bir xüsusun altını çizir. 2 günü eyni olan xüsrandadır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu hədis-i şərifdə "Mən istəva yevməhu fəhuvə xasir" buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Yəni burada hədis-i şərifdən hansı nəticəni çıxara bilərik? Nə cür bir mahiyyət və əhəmiyyət kəsb edir? Allah Teala insanı xəlq edərkən bir mizan qoymuşdur, bir dəngə qoymuşdur, tərəzi qoymuşdur, bir tarazlıq vardır. Bu tarazlığın pozulması, necə deyirlər, həyatın axışı içərisində müəyyən problemlər gətirib çıxarır. Allah Teala insana zaman bəxş etmişdir. Zaman bizim bu həyatımızı faydalı bir şəkildə sürdürməmizi təmin edən ən təməl meyardır, mən deyərdim. Zamanını düzgün dəyərləndirməyən, zamanının dəyərini bilməyən, qiymətini bilməyən insan əlbəttə ki, xüsrandadır. Buradakı bu hədis-i şərifdən anladığımız 2 günün bərabər olması, bu həm dünya və həm axirət baxımından dəyərləndirilə bilər. Çünki axirət və dünya arasında da, bu 2 aləm arasında da bir bağ vardır. Bu bağ əsla göz ardı edilə bilməz. Bunu biz Peyğəmbər sallallahu əleyhi və səlləm hədis-i şəriflərindən, Quran-ı Kərimin bizə təlqin etdiyi ayət kərimələrdən çox rahatlıqla anlaya bilərik. Bir insanın tamamilə bu dünyadan üz çevirib axirətə yönəlməsi də doğru bir şey deyil. Axirəti də unudub tamamilə bu dünyanın bataqlıqları içərisində çırpınması da doğru bir şey deyil. Burada bir tarazlıq içərisində həyatını düzgün şəkildə doğru istiqamət üzrə qurması lazımdır. Və bayaq qeyd etdiyim kimi, burada zaman məsələsi öz sözünü deyir və dövrəyə gir, necə deyərlər. Bugün ilə sabahı bir müsəlmanın eyni olmaması lazımdır, Araz müəllim. Mənim bugün dünya və axirət yönündən əldə etdiklərimlə sabah əldə edəcəklərim arasında bir fərqliyin olması lazımdır. Bu əslində Peyğəmbər sallallahu əleyhi və səlləmin bir insan psixologiyasını nə qədər gözəl bildiyinin bir təzahürüdür. İnsan geriyə saymamalıdır. Yəni, bugün qazandıqlarım əgər sabah xərcləyib, sabah da tənbəllik vəsiləsi ilə əgər işləməyəcəmsə, davamlı belə oradan ora hər hansı bir çaba, səy göstərmədən həyatıma davam edəcəmsə, günün sonunda, zamanın sonunda baxıb görəcəm ki, əlimdə qazandığım hər bir şey əlimdən çıxıb, gedib. Və bu nədir? Bu ziyandır, bu zərərdir, bu xüsrandır. Bir insan bugün əldə etdiklərinin ibadət yönündən ola bilər, sosial yaşantı yönündən ola bilər. Cəmiyyət içərisindəki o əlaqələrinin keyfiyyətindən asılı olaraq sabah daha bir fərqli, müsbət mənada bir şeyləri hədəfləməsi lazımdır. Hədəfləməsi lazımdır ki, Allah Taala'nın bizdən istəmiş olduğu o bizim yaradılış səbəbimiz ki var, o qayəyə xidmət edə bilsin. Və o zaman məhz bu motivasiya ilə hərəkət edən bir müsəlman, bir şəxs, bir insan o zaman əslində o həyatın daha da o müsbət gözəlliklərini görəcək və ondan, necə deyirlər, keyif almağa başlayacaq. Bu hədis-i şərif sözün əsl mənasında həm bizim gələcəyə yönəlik olaraq daha belə optimist baxmamızı
necə deyirlər, nikbin baxmamızı təmin edir. Bəli. Daha çox çalışmamızı tələb edir. Dünya və axirət tarazlığı içərisində. Yəni bu o demək deyil ki, mən bugün 10 saat çalışdım, sabah 12 saat çalışım. Məsələ bu deyil Araz müəllim. Bugün 10 saat çalışmışamsa, sabah da 10 saat çalışa bilərəm. Bəlkə 9 saat çalışa bilərəm. Amma daha keyfiyyətli zamanın idarə edilməsi və o zaman içərisində də yeni bir zaman, necə deyərlər, təsis edərək, ortaya çıxararaq, zaman içərisində zaman əldə edərək, görəcəyim 3 işi 5 işlə əvəzləyərək irəli bir nöqtəyə daşımaq. Bu hədis-i şərifdən biz bunu rahatlıqla anlaya bilərik. Dolayısıyla buradan çıxaracağımız nəticə insanın bugünü ilə sabah arasında bir bərabərlik, bir zərərin ortaya çıxmasına gətirib çıxarar və necə deyirlər, rutinləşər, sıradanlaşar. Yəni bugün qalxdım, yedim, içdim, ibadətlərimi elədim, sabah da eyni qaydada yoluma davam edeyim. Bu belə olmamalıdır. Təbii ki, səbir, təvəkkül, Allaha inanc, inam çərçivəsində biz işlərimizi görəcəyik. Amma bu inam və inanc bizi daha da irəli bir nöqtəyə götürməsi lazımdır ki, bizim daha keyfiyyətli iş və əməllər ortaya qoymamıza zəmin təşkil edəsin. Və o zaman mən bugün bir insanın əlindən tutmuşamsa, bugün bir insana yardım etmişəmsə, sabah daha keyfiyyətli bir psixologiyanla, ruh halı ilə o etmiş olduğum o ibadətin, çünki yardımlaşma da bir ibadətdir nəticə etibarilə, bir sosial dayanışmadır. Onun ruhani, mənəvi keyfiyyətini hiss edərək o işi mən görəcəm. Aydındırmı? Və bunu da sırf Allah rızası üçün edəcəm. Yoxsa əlbəttə ki, kimlərinsə xoşuna gəlsin, kimlərsə bəyənsin, kimlərsə belə əl çalsın, alqışlasın. Bu məqsədlə deyil. Bu mənada hədis-i şərif son dərəcə önəmlidir. Bunu bir düstur kimi insanlarımız həyatlarına tətbiq etməsi lazımdır. Və Allah Taala'nın bizə vermiş olduğu bu gözəl zaman anlayışını haqqı ilə əda edərək, yenə qeyd edirəm, ibadətlərimiz də bunun içindədir, günlük yaşantımız da bunun içindədir. İfrata varmadan, Araz müəllim, dinimizin o qədər gözəl prinsipləri var ki, o qədər günlük həyatımızı tənzim edəcək, əxlaqi yöndən, əxlaqi keyfiyyət yönündən, sosial münasibətlərimizi möhtəşəm şəkildə tənzim edəcək prinsiplər vardır. İfrata qaçmamaq lazımdır. Bir insanın çox ibadət etməsi onun çox keyfiyyətli olduğuna dəlalət etməz. Az ibadət edib nə şəkildə onu keyfiyyətli bir şəkildə həyata keçirsə, bəlkə də ona baxmaq lazımdır ölçü olaraq. Amma bir yandan da biz ibadətimizi edib, öz öhdəliklərimizi, üzərimizə düşən günlük yaşamla bağlı öhdəliklərimizi də göz ardı edərsək, onları yerinə getirməzsək, ailəmizlə bağlı, iş yerimizdəki insanların haqları, hüquqları ilə bağlı, günlük cəmiyyətin bizdən gözləntiləri var, elə deyilmi? Çünki hər kəsin bir keyfiyyəti var. Biri mühəndisdir, biri həkimdir, biri müəllimdir. Mən müəllim kimi məktəbdə öz üzərimə düşən öhdəliyimi layiqli bir şəkildə yerinə gətirirəm, buna baxmam lazımdır. Mən oradakı boşluğumu ibadətimlə, necə deyərlər, örtbas edə bilmərəm. Çünki o məndən məsul olan insanların da gələcəyinə birbaşa təsir göstərəcək. Aydındırmı? Yəni, mən bəlkə şəxsimi bir mənada qurtara bilərəm, amma mənim vasitəmlə qurtulacaq insanlar var. Onların haqlarını, hüquqlarını mən necə göz ardı edə bilərəm, necə onların haqlarına laqeyd münasibət göstərə bilərəm. Bax, burada əsas üzərində durulması gerəkən vacib məsələ mənə elə gəlir ki, Araz müəllim budur. Mövzumuzun bir qismi də ibadətin davamlılığı mövzusudur. Fərq eləməz, istər namaz olsun, oruc olsun və yaxud da başqa ibadətlər, savab işlər olsun, sədəqə hansı ki, Peyğəmbər Əfəndimiz gülümsəməyə belə insanlara sədəqə olur, insanlara mane olan bir daşı yoldan götürməyin belə sədəqə olduğunu deyir. Məhz bu ibadət şuuru ilə, ibadət baxışı ilə yerinə yetirilən bu vərdişlər, həm o vərdişlərin adi hala çevrilməməsi üçün hər dəfə onu eləyəndə daha bir fərqli hisslər, daha xoş hisslər keçirmək üçün, daha müsbət aura qazanmaq üçün nələr etmək olar? Məsələn, hər namazı bir maşın istehsalçısı hər buraxdığı maşını da artıq onu başdan etməz, yəni hər dəfəsində biraz daha özen göstərər, keyfiyyəti ön planda tutar. Biraz daha keyfiyyətləndirib yeni model çıxdıqca onu daha da inkişaf etdirir. Ancaq bu namazlarımızı, bu ibadətlərimizi, istər digər bu xeyir, həsənat işlərini nə cür daha yaxşı hala salmaq olar? Bu bizə maraqlıdır.
Yəni ibadətlərin bu mənada ən böyük, necə deyirlər, bir təmrin, bir alışdırma, bir vərdiş halına gətirmə vasitəsi olduğunu Araz müəllim bilirik. Bu məsələ birbaşa bayaq qeyd etdiyimiz hədis şərifində bir uzantısıdır əslində. Davamlılıq bir işdə, davamlılıq ən vacib amildir. Yəni bugün bizim mən bir öhdəliyimi bugün yerinə yetirirəmsə, bu mənim sabahımı qurtarmaz. Bəli. Sabah da ona eyni ilə davam etməm lazımdır. Bu istər ibadətlər olsun, istər günlük hər hansı bir məsələ ilə bağlı olsun. Yəni bugün mənim yemək və ya qida qəbul etməyim sabahki öynümü ortadan qaldırmaz. Elə deyilmi? Ən bəsit misalla belə verəcək olsaq. Və dolayısıyla bugünkü ibadətim də, bugün verəcəyim sədəqə bir ömür boyu məni qurtarmaz. Kim bilir onu hansı niyyətlə vermişəm? Gələcəkdə verəcəyim ən səmimi niyyətlə, ən keyfiyyətli, necə deyərlər belə, Allahın məni necə müşahidə etdiyini idrak edərək, təfəkkür edərək, onu zikr edərək, bəli, mən bunu sırf Allah rızası üçün verirəm deyərək edəcəyim bir əməli bugünkü əməlim önünə keçə bilməz yəni. O bundan daha fəzilətli bir xarakter almış olur. Bax, ibadətlər də belədir. Yəni, bu Ramazanı keyfiyyətli qeyd edeyim, artıq bundan sonrasına baxaram da, yəni, yenə də mümkün mərtəbə eləməyə çalışıram, deyil. Önümüzdəki Ramazanı bundan daha da bir üst mərhələyə daşıyaraq daha keyfiyyətli eləməmiz lazım. Burada vərdiş halına gətirilməsi, bu qeyd edildiyimiz son dərəcə vacibdir. Burada bu iş səbr tələb edir Araz müəllim. Səbr və təvəkkül bir insanın həyatında başarılı olacağına, belə deyək də, stimul verən ən təməl, mən deyərdim ki, mənəvi gücdür. Mənəvi gücdür. Yəni, insanlar bir şeyi vərdiş halına gətirməyə çalışırlar, amma gəlir bir yerdə qırılır, davam etdirə bilmirlər. Bu bir universitet hədəfi ola bilər, bu bir iş qazanma hədəfi ola bilər, bu dünyəvi və ya uxravi hər hansı bir məsələ ola bilər. Gəlir bir yerdə, bu iş mənlik deyil deyib geri addım ata bilər. Amma səbirlə yola davam edən isə, baxarsınız ki, 40 dəfə bir qapıyı çalar, bir qapını döyər, 41-cidə də belə, yenə də, necə deyərlər, geri addım atmadan onu davamlı şeylə və nəticədə ardından uğur gələr, başarı gələr və Allah Teala orada onu mükafatlandırar. Bu işə bu şəkildə baxmaq lazımdır. Müsbət keyfiyyətli vərdişlərimizin sürdürülməsi lazımdır, davamlı bir hal alması lazımdır. Bunun da təməl yolu səbr və Allaha təvəkküldən keçər. İnsan bir işə əmək verməlidir, o əmək verdiyi işi sevməlidir və sevdiyi işə də əmək verməlidir. Bunun, mən deyərdim ki, çıxış yolu budur. Əmək verəcək, sevəcək, o sevdiyi işə də yenə də təkrar əmək verəcək. Bax, bu şəkildə, necə deyərlər, bu bir-birini davam etdirərək, tamamlayaraq yoluna, necə deyərlər, davam etməsi lazımdır ki, Allahın izni, Allah Teala da o insanın o işdə nə qədər iradə sahibi olduğu, nə qədər belə səy göstərdiyini görərək, insanın da o hüsnü niyyəti ilə, hüsnü niyyət burada ən vacib, mən deyərdim ki, əməl şeylərdən biridir, xüsuslardan biridir. O hüsnü niyyətinin mütləq şəkildə mükafatını görəcək və bu dünyada mı görər, o bir dünyada mı görür, Allahın təqdirinə bağlı olan bir şeydir. İbadətlər bizim... İşin arxasındakı xoşbəxt olmaq, xoşbəxt hiss etmə duyğusunu məncə bir dəfə dadanı insanı artıq, onu artıq biraz daha dadmaq istəyər. Tamamilə doğru. Belə bir söz var, deyir, çörəyi özün yesən mədən doyacaq, başqasıyla paylaşsan ruhun da doyacaq, mədən də doyacaq. Yəni, həqiqətən oradakı o ləzzəti, oradakı o müsbət avranı o bir dəfə hiss eləyəndən sonra ona imanın ləzzəti deyirlər. Yəni, onu hiss eləsə, o davamlı bir hala gələcək. Bəs bunu davamlı eləmək, Fuad müəllim, çətin gəlirmi insanlara bu? Çətin gəlir. Yəni, bugün təsəvvür edin ki, biz elə bir dövrdə yaşayırıq ki, Araz müəllim, yəni, o qədər əngəllər var, o qədər maniyələr var. Bugün biz buradan çıxaq, küçəyə çıxdığımız zaman heç planlamadığımız, hal-hazırda zehnimizdən keçirmədiyimiz, bizi məşğul edəcək şeylərlə qarşılaşa bilirik. Bu, maddi ola bilər, mənəvi ola bilər, psixoloji ola bilər, hər baxımdan ola bilər. Yəni, bugün istər o texnoloji inkişaf deyək, internet deyək, müəyyən o vasitələrin inkişaf edərək bu həddə gəlib çıxması bizi
birçok şeydən çox təəssüflər olsun ki, məhrum edir. Biz birçok şeyləri qazandığımızı düşünərkən əslində birçok şeyi də itirmiş oluruq. İnsan bir maddiyyatdan ibarətdir, bir ruhaniyyatdan ibarətdir. Bizim ruhaniliyimiz nur üzərinə bina edilmişdir. Bizim nurani yönümüz var. Ruhaniyyət, biz nurdan, ruhumuz nurdan xəlq edilik nəticə etibarilə bizə bağışlanıb. Amma çox təəssüflər olsun ki, bu günlük yaşantının həngaməsi içərisində ruhaniyyatımızı itiririk, ruhi tərəfimizi göz ardı edirik və bir güruh içərisində axıb özümüzü unudaraq çox təəssüflər olsun ki, həyatımızı, yaşantımızı sürdürürük. Bunun qarşısında durmaq çətindirmi? Çox asandır deyə bilmərəm. Amma insan müəyyən qədər çaba sərf edərək, iradə göstərərək, təfəkkür edərək, Araz müəllim, əslində biz çox az düşünürük. Yəni özümüzü də az düşünürük, ətrafımızı da az düşünürük və bizi xəlq edən Allahı da az düşünürük. Quran-ı Kərimdə siz özünüz də çox gözəl bilirsiniz, hafizsiniz. Yəni bir çox məqamlarda ibrətamiz hadisələri izah edərkən sonunda düşünməzlərmi, təfəkkür etməzlərmi, zikr etməzlərmi buyurur. Bu boşuna deyil. Çünki insan düşünəcəyi zaman, insan əslində müəyyən qədər o daxili aləminə enib orada özü ilə baş-başa qalıb mən nəyi doğru elədim, nəyi yanlış elədim deyə orada bir özünü hesaba çəkə bilsə, haqqaniyyət içərisində kibirini, təkəbbürünü, o negativ gücünü bir kənara buraxıb haqqına baş-başa qala bilsə, nəyi yanlış edəcəyini görüb o yanlışdan geri dönə biləcək. Bu, əlbəttə ki, mən ona görə bu yaxd dedim, çox asan da deyil, çox çətin də deyil. Bu vasitə ilə mənə gəlir ki, bundan qurtula bilər. Və insanların, baxın, bəzi şeylərin öhdəsindən tək başına gəlmək olur. Bəzi şeylərdə sizin cəmiyyətdə tutmuş olduğunuz o şəbəkə ki var, kimlərlə oturub durursunuz, kimlərlə hərəkət edirsiniz, kimlərlə həmhal olursunuz, kimlərlə həm söhbət olursunuz, bunlar son dərəcə vacibdir. Psixologiyada, pedaqogikada bu cür sosiolojik vaqiələr son dərəcə önəmlidir. Yəni, mən özümü qoruyacam da, yəni mən gedim mənfi keyfiyyətə sahib olan insanların içində olum, amma özümü qoruyacam. Qoruyarsınız. Bir müddət sonrasına siz fərqində olmadan onlardan sizə bir hal sirayət edər və fərqində olmadan əgər iradə də çox deyək ki, lazımi səviyyədə deyilsə, bir müddət sonra baxmışsınız ki, onlardan biri olmuşsunuz. Yəni, mənfi keyfiyyət müsbət sirayət edə biləcək ki, mənfi də sirayət edir. Çox uzun istəyirəm, bir sürü alma, bir meşok almanı təqdir, amma bir dənə yaxşı alma meşoku düzəldə islah etmir, düzəltmir. Bir dənə çürük, bütün orada onlarca, yüzlərcə meyvəni, məhsulu ifsad edərkən, ora mən bir dənə keyfiyyətini qoyum, oranı düzəltsin, deyil. Yəni, bu düz mütənasib deyil. Bir dənə düzəldirsə, bu bir dənə də onu çürüdürsə, bu bir dənə də onu düzəldə bilər. Bu düzgün yanaşma deyil. Ona görə də mütləq şəkildə bizim ünsiyyət qurduğumuz insanlar, ailələrimiz, qohum-əqrabalarımız, kəndimizdə, elimizdə, obamızda mümkün mərtəbə insanlara doğrudan da bu şeyləri anlatmaq lazımdır. İnsanlar ola bilsin ki, bilməyə bilərlər. Yanlış yolda olan bir insan, yanlış belə deyək ki, hərəkət edən, addım atan bir insana üsuluna görə xəbərdarlıq etmək lazımdır. Demək lazımdır. Çünki ola bilər ki, onun məsələdən xəbəri yoxdur. Nəyin yanlış, nəyin doğru olduğunu bəlkə o anda bilməyə bilər. Və ya bəlkə o anda fərqli bir ruh halındadır, necə deyərlər. Biz bu işin əhli olan, belə deyək ki, bilən insanlar olaraq onlara düzgün yolu göstərməmiz lazımdır. Bu mənada çox önəmli məsələlərə keçirik, oradan oraya adlayırıq. Yəni, həqiqətən bu məsələdə deyiləcək sözlərimiz də çoxdur, Araz müəllim. Yəni, burada siz o davamlılığı xüsusilə məsələn vurguladınız. Yəni, az da olsa bir şeyi davamlı sürdürə bilmək lazımdır, sürdürmək lazımdır. Peyğəmbər sallallahu əleyhi və səlləm hədis-i şərifi var. Möhtəşəm bir düsturdur, möhtəşəm bir hədisdir. Və in qallə ədvam buyurur hədis-i şərifin sonunda. Az da olsa onu davam etdirməyə çalış. Amma o kəsildiyi zaman səni o getdiyin yoldan soyudacaq, getdiyin yoldan səni sağa və ya sola çevirə biləcək yəni. Amma az olan bu ibadət də ola bilər məsəl üçün. Yəni
en azından bir insanın bir cuma namazı kılması, davamlı kılması onun o istiqamət üzrə getdiyini gösteren önemli bir ölçüdür, kriteriyadır yani. Yani o sabah namazın ona vermiş olduğu o kazandırdığı o keyfiyetle başka belə daha güzel əməllər Allah'ın izniyle ondan sadır olabilir. Müsbətin davamlılığı istər ibadətlər olsun, istər gözəl xeyir əməllər olsun, müsbəti cəlb edir sanki özünə. Yəni insan mənfini işləyəndə tam o qədər də həvəsli olmursan da, insanın bir daxilində əvvəl olmuş amma oturuşmamış bir imanı və yaxud da vicdan olaraq adlandırırlar bunu. Sanki bir analiz eləyir, yox düz eləmirsən deyir insana. Amma müsbəti eləyəndə o ruh ki qidalanır ondan və müsbəti biraz daha cəlb eləyir. Bu davamlılıq məncə biraz daha ona görə əhəmiyyətlidir ki, az da olsa biraz günü-gündən çoxalmağa doğru gedəcək. Çox olacaq. Bir də adam, çox üzr istəyirəm, adam yeni namaza başlayanda mən bunu hər dəfə müəllimlərimizdən soruşuram. Sizdən də bir almaq istəyərəm bunun cavabını. Çox mənim üçün maraqlıdır. Ki insanın ilk qıldığı namazla bugünkü qıldığı namazın arasındakı fərqi necə aradan qaldıra bilər? Sanki ilk gündəki kimi namaz qılmaq istəyir insan. Və yaxud da Qurana ilk toxunuş. Doğrudur. İlk dua. Doğrudur. Yani hac ve ümre edenler, mesela bunu yaşayan insanlar daha güzel bilir. İnsan hac eləmək insan ömründə bir dəfə imkan nisbətində getməsi vacibdir. Deyək ki, siz heç bir zaman ilk ümrə və ilk həccin ləzzətini sonrakilərdə almaya bilərsiniz. Bunu təcrübə ilə deməmiz rahatlıqla deyə bilərik. Yəni ilk o anda Kəbəni gördüyünüz anda sizə o yaşadığınız o duyğu, yaşadığınız o həyəcan, yaşadığınız o ruhaniyyət ikincisində, üçüncüsündə, beşincisində yaşaya bilməzsiniz. Yani o elə bir şeydir ki, o sizin əlinizdə olmayan, yani bizim əlimizdə olmayan bir şeydir. O Allah Taala'nın bizim daxili aləmimizə xəlq etdiyi bir şeydir, orada yarattığı bir şeydir. Namazlar da elədir. Yani siz bir şeye niyetlənmişsiniz, tutuşup yanırsınız, bir an evvel oyla bir araya gelmeye arzu edirsiniz ve o andaki duygularınız sizin tavana çıxır. Zirveye çıkır yani təsəvvür ki. Ama ikincide, üçüncüde vesaire yani bu o demektir ki tamamıyla sönecek. Asla böyle bir şey, onun ben əksini iddia eləmək istəmirəm. Ama o xüsusi bir zövqdür ki, xüsusi bir heyecandır ki o insan hayatında böyle silinmez bir iz olarak kalır. Belki de daha da yukarı daşınacak. Yani bu insandan insana değişen bir şeydir. Yani mütləq bu tecrübe var, bu böyle olacak da demek doğru bir şey değil Araz müəllim. Çünkü öyle insanlar var ki bunu o keyfiyyətləriyle, o Allah'ın izniyle mənəvi keyfiyyətləriyle daha da ileri bir səviyyəyə daşıyabilirler. İnşallah. Və gözəl bir ayət kəlmə var. Sənə ölüm gəlincəyə qədər Rəbbinə ibadət et. Bu ayəti daha çox göz önündə tutmaq üçün bir vəsilədir məncə Ramazan. Bu ayəti biraz daha, bu ayət ətrafında biraz daha düşünmək üçün, təfəkkür etmək üçün bu haqda biraz danışmağınızı istəyərdim. Araz müəllim, ümumiyyətlə Ramazan nədir? Bir məktəbdir. Bir təlim, tərbiyə məktəbidir. Həqiqətən Ramazanda öyrəndiklərimiz bizi Ramazandan sonra da yaşada bilsək, həyatımıza tətbiq edə bilsək, bu mövsüm içərisində qazandıqlarımızı daha sonraki həyatımıza Ramazan xaricində tətbiq edə bilsək, o həyəcanla, o böyük bir məhəbbətlə, eşqlə davam etdirə bilsək, daha fərqli bir ləzzəti dada bilərik, mən elə başa düşürəm ki. Amma zaman-zaman belə bu cür sıxıntılar da yaşaya bilirik. Quran-ı Kərimdə bir çox ayətlər var ki, siz özünüz də bilirsiniz ki, ibadətlərin, namazın xüsusilə pisliklərdən, pis əməllərdən insanları uzaq tutub, gözəl bir yaşam həyatı vəd edir. Və bu bizi istər-istəməz o pis alışkanlıklardan, pis vərdişlərdən uzaqlaşdıraraq həm birinci növbədə Allahla olan o rabitəmizi, bağımızı sürdürməmizi təmin edir və həm də bizim bir şəxsiyyət olaraq formalaşmamızı da ortaya qoyur əslində.
O qeyd etdiyiniz ayət kərimədə "Va'bud rabbaka hatta ya'tiyakal yaqin" estağfirullah. O ayət kərimədə ta ölüm sizə gələnə qədər ibadətlərinizə davam edin. Peyğəmbərimizə xitabən nazil olmuş bir ayədir əlbəttə ki. Amma Peyğəmbərimizin timsalında Peyğəmbərimizdən bunu müsəlmanlardan istəyir, tövsiyə edir, onlara tövsiyə edir. Mən deyirdim ki, bəlkə də ən böyük bizi həyata bağlayan ən böyük motivasiyadır. Burada bir gerçəyin altı çizilir. Ölüm mütləq gələcəkdir. Yaqin dediyimiz şey qəti olaraq, kəsin olaraq, yəni isbatına ehtiyac duyulmayan bir şeydir. Ölüm ispat etmeye ehtiyac yoxdur. Bugün bunu kimsə də inkar etmir. Elə deyilmi? İnkar edən var mı? Yəni bugün fərqli nəzəriyyələr, nə bilim fərqli aksiomalar və s. şeylər. Yəni ən uzun yaşayan qurtla qiyamətə qalır. Ondan sonra kimsə bunu inkar etmir. Yəni, kimsə ən xalq arasında belə bir deyim var. Necə deyirlər, ən qatı ateist belə yəni bunu inkar etmir. Əgər bir fərqli bir qütb zikr edəcək olsaq, yəni bu iki fərqli qütb belə bir arada bunda həmfikir ola bilirlər yəni. Yəni ta o ana qədər demək ki, ibadət bizi sağlam ruh halımızla ayaqda tutan ən vacib əməldir deyə bilərəm. Və təbii ki, əgər Allahın bizə vəd etmiş olduğu axirət həyatımızı qazanmaq istəyiriksə, burada ibadətlər vazgeçilməz şeylərdir. Mən ibadətlərdən əksik qalan işlərimi sahib olduğum maddi imkanlarla belə deyək də örtbas edəcəm, o ilə necə deyirlər, balans edəcəm deməsi bir insanın əsla məqbul deyildir. Yəni, qaçırdığımız bir günorta namazı, qaçırdığımız bir sabah namazı, bunun qarşılığı yoxdur. Nə mənada qarşılığı yoxdur? Bunu əvəz edə biləcəyimiz başqa, onun yerinə qoya biləcəyimiz başqa bir şey yoxdur. Bizdən istənən fərz olan o sabah namazının qılınmasıdır. Fərz olan o yatsı namazının qılınmasıdır və ya cuma namazının və ya digər bizdən vacibat olaraq Allah Taala'nın istədiyi bir şey. Başqa bir şey onun yerinə keçməz. Ölümün də standart olmamağı burada çox əhəmiyyət daşıyır. Təbii ki. Yəni, var, vaxtı da bilinmir və standart deyil. Məsələn, hər bir xəstəlik, hər bir səbəbdən, məsələn, elə olur, ani heç tapa bilmirlər ki, o adam nədən vəfat elədi, öldü, sadəcə əcəli yetişdi, öldü. Bunun standart olmamağı bu ayəti biraz da qüvvətləndirir ki, yəni sabah da ölə bilərsən, bir gün ibadət elə məsələn. 100 il sonra ölə bilərsən, yaşayarsan məsələn, 150 il yaşayarsan, inanmıram bu dövrdə məsələn elə uzun ömürlü insanlar çox az təsadüf olur həmin insanlara. Ancaq insanların ölümlərinin standart olmayışı, yaş həddinin istər hansı səbəblərdən dolayı vəfat elədiyinin və bu da ayəti biraz daha bizə yaxın tutur. Yaxın tutur, ölümü yaxın tutur sanki. Yəni burada bizim bəlkə də əksik qalan yerimiz, əksik qalan nöqtəmiz Araz müəllim, yəni ölüm psixologiyasını dərk edə bilməməyimizdir. Bu nəticədə hər kəsin təcrübə ilə yaşayıb mən buradan bu dərsləri aldım deyə biləcəyi bir şey olmadığına görə yəni daha sonra bir paylaşım edə bilmirsiniz. Elə deyilmi? Çox belə fövqəladə bir hadisəni yaşamısınız və daha sonra onu insanlarla paylaşırsınız, sevdiklərinizlə paylaşırsınız. Deyirsiniz ki, mən filan hadisənin şahidi oldum, filan hadisənin içində oldum. Belə yüksək bir həvəslə, eşqlə, nə bilim belə həyəcanla anladırsınız. Ölüm belə bir şey deyil. O an gəldiyi an hər şey bitər sizin üçün. O psixologiyanı biz dərk edə bilmədiyimizə görə və o anın da necə gələcəyini öncədən təxmin edə bilmədiyimizə görə bu da bəlkə Allah Taala'nın bizim üçün ən böyük lütflarından biridir yəni. Lütflarından biridir. Vaxtı, vədəsi, yeri, zamanı və s. kimi ünsürlər bilinəcək olsa, mən elə başa düşürəm ki, heç bir zəngin o an, o zənginliyin onda qalmasını istəməz. Elə deyilmi? Amma o bir imtihandır. Nə zaman gələcəyinin bilinməməsi, məchul olması onun üçün bir imtihandır. Amma bilənlər üçün. Bilməyən insan artıq onsuz da başını aşağı salıb, ölərəm deyir də məsələn. Peyğəmbər Efendimiz də bunu çox üzr istəyirəm. Peyğəmbər Efendimiz də bunu bu cürə nizamlayır sanki. Nə cür yaşarsanızsa, o cür öləcəksiniz. O cür ölürsünüz, bəli.
Yəni nə cür Və öləsəniz, necə o cür- ölərsənizsə, o cürdə həşr olunursunuz. Təkrar Yəni diqqət edin deyir, canlanırsınız. həyatınızın hər saniyəsinə, Tamamilə, hər tamamilə. dəqiqəsinə diqqət Və bu edin. ayət kərimə səbəb nüzuluna baxdığımız zaman Peyğəmbərimizin ən çox sıxıntılar yaşadığı bir zamanda gəlir yəni. Bütün təzyiqlərə, təqiblərə, fiziki, mənəvi əziyyətlərə düçar olduğu bir zamanda gəlir. Və o zaman Peyğəmbərimiz əlbəttə ki, yəni, heç bir zaman Allahın ona yükləmiş olduğu missiyasından geri addım atmaz. Bəzi şeylər zamana buraxılar, amma bəzi şeylər vardır ki, orada çox kritik məqamlar var ki, orada geri addım atmaz yəni. İbadətdən heç bir zaman geri addım atmaz. Və dolayısıyla onu sağlam bir şəkildə ruhən ayaqda tutan ən təməl bir prinsip ortaya qoyulur və ölümün gələcəyi ana qədər ibadət etmənin nə qədər vacib olduğunu bizə göstərir. Və əslində bunlar, bayaq qeyd etdiyimiz məsələlər hamısı bir-birinə rabitəlidir yəni. Yəni bugün edəcəyimiz bir ibadət yenə başa dönmüş oluruq əslində. Tamam, ölüm anına qədər bu ibadət məni götürər deyə bilmirik. Deyə bilmirik və bunu bilməyimiz də əslində, bunun fərqində olan insanlar əslində məsuliyyətini tam dərk etmiş insanlardır. Dərk edincə deyirsən ki, tamam, mən həm ibadətimə davam etməm lazımdır, həm də keyfiyyət mərkəzli davranmam lazımdır. Yəni, biraz daha keyfiyyət qatmam lazımdır. Bayaq qeyd etdiyiniz amillər də var bəlkə ki, amma zaman-zaman o həyəcan sönür, zaman-zaman yəni qəlb dediyimiz varlıq elə bir şeydir ki, o da başlı-başına bir möcüzədir. Tamamilə Allahın əlində var olan, bilirsiniz, qəlb demək çevrilən deməkdir. Yəni bir sağa, bir sola, bir aşağı, bir yuxarı. Bir anda hər şey bəzən dəyişə bilir. Bugün əhvalınız çox yüksəkdir, amma bir müddət sonrasına baxsa əhvalınız dəyişə bilər. Yəni hər şey oradan idarə olunur. Hər şey oradan idarə olunur və sizi tamamilə bir mənada o qeyd etdiyimiz xüsusları da onun ətrafında necə deyirlər, cəmləşdirir. İnsanın çox təəssüflər olsun ki, Araz müəllim, yəni ihmal etdiyimiz bir şey, necə deyirlər, belə biraz daha səhlənkar davrandığımız bir şey. Mən o bayaq vurğuladım, xüsusilə içimizə qapanmamız, Allaha təfəkkür etməmiz, Allaha düşünməmiz. Burada önəmli bir əngəl, çox təəssüflər olsun ki, nəfsdir. Yəni nəfsin aldatmacalarına, nəfsin təzyiqlərinə məruz qalınca insan çox təəssüflər olsun ki, bir anda istiqamətini dəyişə bilir. Bu maddi olaraq da belədir, mənəvi olaraq da belədir. Bugün birinin əlindən tutmaq istəyirsən, birinin qoluna girib ona yardım eləmək istəyirsən, bir anda fərqli duyğulara qapıla bilirsən məsələn. Ki, yəni bu mənə mi qalıb, mən mi etməliyəm deyə insan düşünə bilir. Və yaxud bugün edirsən, artıq sabah etməkdən vaz keçirsən. İbadət deyincə sadəcə namaz qılmaq və s. şeydə düşünməmək lazımdır. Yəni bizim ibadətlərin ictimai cəhəti vardır yəni. Bizim cəmiyyətə fayda olaraq döndürə bilmədiyimiz bir ibadətin nə bizə, nə cəmiyyətə də faydası olmaz yəni. Allah Taala'nın bizim ibadət etməyimizə ehtiyacı varmı? Xeyr, əsla. Yəni mən Allahla baş-başa qaldım, Allahdan bir bağ qurdum. Mən buradan nə qazandım? Burada qazanacağımız şeylər Quran-ı Kərimdə hökmlər olaraq, mühtəvi olaraq, Peyğəmbərin sünnəsində hamısı bəllidir. Yəni qəlbində zərrə qədər kibir olan insan cənnətə girməz buyurulur. Nə deyəcəyik? Yəni mən ibadət elədim, bu mənə kifayət edir demək bu kibir əlamətidir. O zaman sən cəmiyyətdən qopuq, cəmiyyətdən təcrid olunmuş bir insan olaraq yaşamağa davam edirsən. Ətrafında baş verən hadisələr sənin üçün heç bir əhəmiyyəti yoxdur bu mənada. Elə deyilmi? Kasıbın halı necə olacaq? Mənəviyyat içərisində boğuşan, çırpınan, bataqlıq içərisində əxlaqi yöndən bu qədər əziyyət çəkən insanlar nə olacaq? Qohum-əqraban necə olacaq? Ailən necə olacaq? Yəni, sadəcə Allahla baş-başa qalman bu məsələləri çözürmü? Çözmür. Qalacaqsan və oradan bir şeylər alıb məhz bu saydığım belə deyək, təbəqələrə yayacaqsan. O zaman o işin keyfi ortaya çıxar. O zaman nə qədər önəmli bir ibadət sənin həyatıma nə cür toxunduğunu o zaman tam olaraq görmüş olacaq. Ona görə də məhz bu ayət-i kərimənin fəhvasınca necə deyirlər, sona qədər ibadət etmək və ibadətin də tələblərini, bizim həyatımıza bağlı olan tələblərini yerinə gətirmək lazımdır. Yəni mənim Araz müəllimə boşu-boşuna belə necə deyirlər, üst turşutmaq deyirlər də bizdə. Surat asmaq, üst turşutmaq
Hakkım çatmır yani. Sabah onun hesabı məndən soruşulacaq. Yəni gecə səhərə qədər ibadət eləməyin boşuna, haqsız yerə Araz müəllimə üz turşu tutmana telafi etməyəcək yəni. Çünki qulun haqqı Allahın haqqından daha üstündür. Allah Teala birinci mənim Araz müəllimlə olan əlaqələrimi necə deyirlər, təhlil edəcək, onunla olan münasibətlərim, orada kimiz haqqı belə deyək, zədələnib mi, zədələnməyib, ona baxılacaq yəni. Allah Teala'nın bizim qıldığımız 2 rəkat namaza ehtiyacı yoxdur. Yerin göyün sahibi, uçsuz bucaqsız. Bugün hesaplaya bilmirlər. 100 milyon işıq ili olaraq hesaplanır. O da nisbi bir şey ifadədir Araz müəllim. Kainat dediyimiz galaktikalar, 100 milyon galaktikalar həddi hesabı yox, ucu bucağı yox. Bunların sahibi varlıq. Yəni Araz müəllimlə Fuad müəllimin 2 rəkat namazına möhtac deyildir yəni. Amma mənim Araz müəllimlə olan münasibətlərimdəki o keyfiyyət Allah qatında çox dəyərlidir. Mən təşəkkür edirəm sizə. Mən də sizə təşəkkür edirəm. Allah razı olsun. Olduqca dəyərli fikirlər söylədiniz. Çox həqiqətən təsirli sözlər dediniz. İnşallah bu hər birimiz üçün, biz izləyənlər üçün, bizlər üçün iləridəki yaşayacağımız həyatda bir düstur halına salınacaq sözlər söylədiniz. Həqiqətən Allah var eləsin. Uzun bir yoldan gəldiniz. Çox təşəkkür edirik. Biz təşəkkür edirik. Son olaraq bizlərə və dəyərli izləyənlərimizə tövsiyələriniz, istər kanalımız haqqında, istər Ramazandan istifadə haqqında tövsiyələrinizi eşitmək istərdik. Araz müəllim, çox sağ olun, var olun. Yəni tövsiyə edəcək əslində şeydə deyilik, amma Ramazan ayının həqiqətən, yəni bu mövsümdə olduğumuza görə mən deyirəm, nöqsanlarımız çoxdur. Yəni bizi məşğul edən işlər də çoxdur. Çox gözəl bir ifadə oxumuşdum. Yəni sahib olduğumuz bir sürü artıq şeylər bizim üçün nöqsandır. Artıq şeylər bizim üçün nöqsandır. Amma biz onu özümüzə, o artıq əlavə şeyləri özümüzə zənginlik kimi görürük. O zənginlik əslində bizim üçün nöqsanlıq ifadə edir. Bunlardan qurtulmamız lazımdır. Qurtulmamız lazımdır. Zaten insan biraz daha, belə deyək, yaşada olduqca, necə deyirlər, kəmala doğru irəlilədikcə bəzi şeylərin fərqinə varır. Amma bu çox da asan da olmur yəni. Çünki enişli, yoxuşlu yollardan keçərək sevdirik. Rəbbim bizi nəfsimizlə baş-başa buraxmasın. Amin inşallah. Nəfsimizi baş-başa buraxmasın. Və bu gözəl Ramazan ayını əhya edənlərdən, gözəl şəkildə yaşayanlardan, onun Allah Taala'nın murad etdiyi, bu ay üçün murad etdiyi şeylərdən bəhrələnməyi hər birimizə qismət eləsin inşallah. İnşallah sağ salim, necə deyirlər, bayrama da çıxmağı Rəbbim qismət eləsin. Xalqımızı, millətimizi fitnə fəsaddan, müsibətlərdən, afətlərdən qorusun inşallah. Gözəl bir şəkildə Ramazan bayramına çıxmağı Rəbbim hər birimizə qismət eləsin. Amin inşallah. Çox sağ olun, çox təşəkkürlər. Allah razı olsun. Allah sizlərdən razı olsun, var olasınız. Çox dəyərli Minbər TV izləyənlər, bununla da növbəti bir Ramazan söhbətlərinin sonuna gəldik. Gələn görüşlər ümidi ilə Allaha əmanət olun. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. حي على الصلاة حي على الصلاة
اللهم رب هذه الدعوة التامة والصلاة القائمة آت محمدا الوسطة والفضيلة والدرجة الرفيعة وابعث مقاما محمودا الذي وعدته إنك لا تخلف الميعاد.